Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve bari'il halaikil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Habibi ilahil alemin ve tabibi nufusina Ebil Qasim Muhammed. Ve alihi tayyibin tahirin el muntecebin el mukarramin ve la'nud daim ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. أما بعد السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك عليك مني سلام الله أبدا ما بقيت وما بقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين ve ala ashabil Hüseyin ve rahmetullahi ve berekatuh. Allah'ın selamı olsun istiqumlar üstünde olan o grup heykerlere. Salam olsun xeymelerden uzak kalan cesedlere. Salam olsun Kerbela'da canlarını ve ruhlarını Allah'ın yolunda ve ilahi hüccetin yolunda kurban veren şehidlere. Salam olsun doğram bedeni olmuş Əli Ekber'e. Salam olsun başları bedeninden ayrılmış peygamber evladlarına. Salam olsun kolları qələm olan Əbülfəzl Abbas'a. Salam olsun əsirliyə hazır olan əsir balalara. Salam olsun o əsirlər karvanının sarivanı Həzrəti Zeynəbə. Salam olsun Allah'ın hüccəti mübarək başı bədənindən ayrılan Həzrəti Əbu Abdillah Hüseynə. Allah'ın salamı olsun Kərbəla şəhidlərinə. Əziz cəmaatımız, artıq bu gecə o böyük müsibətin Şam-ı Qəriban gecəsidir. Bu gecə şəhid olanlar canlarını Rəbbinə təslim elədilər. Dünyanın sıxıntısından, dünyanın əzabından, zalimlərin zülmündən canlarını qutarıb Rəbbinə yetişdilər, qovuşdular. Amma hələ həyatda olub, ağrıları, acıları, əzizlərinin, atasını, qardaşlarını şəhid vermiş peyğəmbər balalarının əsarəti, zülmü, faciələri hələ qarşıdadır. Bu gecəki gecədən başlayır. Ona görə bu gecə çətin bir gecədir. Ona görə bu gecə peyğəmbər balaları üçün, peyğəmbər xanedanı, ailəsi üçün ağır bir gecədir. Ona görə onun ümməti olaraq Peyğəmbər Əhl-i Beytinin çəkdiyi o acılara, o zülümlərə, o şiddətə, o faciəyə şərik olmaqla özümüzü Həzrəti İmam Hüseyn əleyhissalama yetişdirməyə, ilhaq eləməyi Allah Teala'dan umuruq, istəyirik. Bu məclislərdə də iştirakımız ondan ötürüdür. Allah Teala bizi Peyğəmbər, Ali Peyğəmbərdən ayrı salmasın. Onların çəkdiyi müsibətlər bizim nicatımız üçündür. Bizim dünya və ahirət nicatımızdan ötürüdür. Hz. İmam Hüseyn əleyhissalam bilirdi bu yola çıxanda, bilirdi ki onu qarşıda şəhadət gözləyir. Və cəddi Peyğəmbər ona bəyan eləmişdi, ey övladım, oğlum Əbu Abdillah, Allah Teala səni qətil, şəhid görmək istəyir. Bu öz dininin yolunda. Hz. İmam Hüseyn əleyhissalama qardaşı Muhammed Hənəfiyyə, İbni Abbas və digər Mədinənin böyükləri, böyük alimləri, adamları onu o yoldan qaytarmaq istəyəndə Hz. İmam Hüseyn əleyhissalam
o yoldan dönmədi. Bilirdi, onlar özləri də xəbərdarlıq elədilər. Ya ibn Resulillah, sən bu yola çıxsan, bu yolda səni şəhadət gözləyir. Səni ağır zülümlər gözləyir, səni buraxmayacaqlar belə, rahat buraxmayacaqlar. Amma İmam Hüseyin əleyhissalam buyurdu ki, mən Allah Taala'nın dini, Allahın kitabı və Həzrəti Peyğəmbərin sünnəsinin məhvə məhkum edilməsindən sonra bu yola çıxmağa məcburam ki, onun məhv olmasının qarşısını alam. Öz şəhadəti ilə, öz canının fədakarlığı ilə, canını qurban verməsi ilə, övladlarını qurban verməsi ilə Allah Taala'nın dinini, onun göndərdiyi kitabın hifz olunmasını və onun Peyğəmbərin sünnəsinin yaşamasından ötürü Hz. İmam Hüseyin əleyhissalam yola çıxdı. Və yolda bir çox insanlarla qarşılaşdı. Çox insanlarla qarşılaşdı, onlardan özünə qoşulmağı istədi. İstədi ki, onlar da gəlsinlər, qoşulsunlar Həzrəti İmam Hüseyin əleyhissalama. Niyə qoşulmağı istədi? Görəsən, İmam Hüseyin əleyhissalamın köməyə ehtiyacı var idimi? Şəxsi özünün, ailəsinin nicatından ötürümü onları özünə tərəf çağırırdı, dəvət edirdi. Ümumiyyətlə, Hz. İmam Hüseyin əleyhissalamın kömək çağırışı Kərbəlada bir neçə dəfə olub, onlardan bir neçəsini inşallah sizin xidmətinizə ərz edərəm. Hansı köməyi? Həl min nasirin mən yansuruni, mənə bir kömək eləyən olarmı? Deyə İmam Hüseyin əleyhissalam o kömək çağırışını bir neçə dəfə, bir neçə məqamda təkrar edib. Biri o yerdə olub ki, iki ordu, iki ləşkər qarşı-qarşıya dayanmışdı. Allah Taala kömək və qələbəni nazil elədi. Allah Taala əslində İmam Hüseyin əleyhissalama seçim ixtiyarı vermişdi. İmam isə Allah Taala'ya qovuşmaq seçimini seçdi və eyni zamanda özü ilə bərabər Allaha qovuşmaq istəyənləri köməyə çağırdı. Həl min nasirin mən yansurini. Yəni hələ iki ləşkər yüz-üzə dayanıb, hələ döyüş başlamamışdı. Döyüş başlamamışdan qabaq İmam Hüseyin əleyhissalam bu çağırış elədi. İkinci dəfə döyüşün şiddətli yerində nida elədi. Həl min nasirin mən yansurini. Mənə ki, Allahın Peyğəmbərinin övladına kömək eləyən biriləri olarmı? Deyə çağırış elədi. Düşmənlərin şərrindən bizi uzaqlaşdıran biriləri varmı? Deyə Hz. İmam Hüseyin əleyhissalam çağırdı. Bundan əvvəl isə hələ Kərbəlaya gələndə yolda ikən insanları görüb onları köməyə çağırırdı. Yolda rast gəldiyi müsəlmanları köməyə çağırırdı və yaxud məktub yazıb Küfədən etibar elədiyi müsəlmanları, səhabələri, möminləri köməyə çağırırdı. Dediyimiz kimi bu kömək görəsən İmam Hüseyin əleyhissalamın şəxsi və yaxud ailəvi təhlükəsizliyi üçün idi, yoxsa bu köməyə çağırışda İmam Hüseyin əleyhissalamın hərəkatının əbədiliyində olduğu kimi bu kömək çağırışında da bir əbədilik vardı, yoxsa yox? Burada da bir dərin hikmət var idi, yoxsa yox? Təbii ki, imam bir şeyi zikr eləyirsə, bir kəlamı bəyan eləyirsə, insanlara nə isə deyirsə, onun sözünün mənası, hökmü, möhkəmliyi müvəqqəti ola bilməz. Bir günlük, 5 günlük ola bilməz. İmamın sözü necədir? Əbədidir. Qiyamət gününə qədər möhkəmdir. Ona görə Peyğəmbər balalarının, əimmə ətharın kəlamları əbədi yaşardı. Qiyamət gününə qədər möhkəm sözlərdir. Hökmü vardır. Hökmü baqidir. Baqi qalan kəlamlardır. İmam Hüseyin əleyhissalam da 1 saatlıq, 5 saatlıq və yaxud canının qorxusundan kömək istəməz. Bunlardan biri bilirsiniz, neçə dəfə zikr olunub, qeyd olunub, Züheyr ibn-el-Qeyn olur.
Züheyri çağıranda, çadırlardan çağıranda Züheyr qayıdır, gəlir İmam Hüseyin əleyhissalamın çadırına daxil olur. Həzrəti İmam onu özünə köməkçi istəyir. Deyir ki, mənə kömək edərsən. Züheyr başqa bir söz deyə bilmir. Deyir, bəli, eləyərəm, yəbnə Rasulullah. Mən Peyğəmbər övladını, əgər məni köməyə çağırırsa, mən eləyərəm. Halbuki, onun heç əvvəldən fikri yox idi. Həcdən geri dönürdü, öz qəbiləsi ilə, tayfası ilə geri dönürdü və ayrıca da çadırlar, xeymələr qurmuşdu. Amma Həzrət İmam Hüseyin əleyhissalamın çağırışını gəldi ki, elçisi daxil oldu Züheyrin çadırına, xeyməsinə, soruşdu, mən huva Züheyr, Züheyr kimdir burada? Züheyr deyir, səhər yemək yiyirdi. İmamın elçisini görəndə, onun çağırışını eşidəndə ağzındakı loxma boğazında qaldı, udquna bilmədi. Axı imamdan qaçırdı, uzaqlaşırdı ki, imam məni çağırmasın. Yəni dövründəki o baş verən problemlərə, o Yezid və Peyğəmbər balaları arasındakı münaqişəyə girmək istəmirdi. Özünün və tayfasının, ailəsinin o müşkillərin içərisində olmasını istəmirdi. Amma elə ki, İmam Hüseyin əleyhissalamın şəxsi elçisini gördü, xeyməsinin qapısında onu çağırdığını eşitdi. Qaçdığı şeydən, necə deyərlər, özü artıq qaça bilmədi. Deyir, bu zaman sanki fikrə daldı ki, məni niyə çağırdı? İmam Hüseyin əleyhissalam birbaşa məni çağırdı. Və bu zaman deyir, xanımı dedi ki, səni Fatimənin balası çağırır, cavab ver. Elə bir ki, bir anlıq qəflətdən oyandı Züheyr. Qəflətdən oyandı, dedi, mənəm Züheyr. Dedi, Peyğəmbər balası səni çağırır. Durdu, yeməyin yarımçıq qoydu, durdu. Durdu, getdi Həzrət İmam Hüseyin əleyhissalamın mübarək çadırına, xeyməsinə daxil oldu, salam ərz elədi. Görüşdü, öz ehtiramını bildirdi və sonra Həzrət İmamın ona kömək eləməsini, istəməsini, ondan kömək istəməsini bəyan edəndən sonra o da qəbul elədi. Qəbul elədi. Gedəndə xanımı ona belə dedi. Dedi ki, hədislərdə rəvayət olunur. Buyurdu ki, İzə rəeytə Hüseynən qabbilü't turab min təhti əqdamihi. Dedi, Züheyr, gedirsən Peyğəmbər balasının xeyməsinə, hüzuruna, yanına. Elə ki, İmam Hüseyin əleyhissalamın hüzuruna yetişdin, buradakı kimi çaşıb qalma. Əyil Hüseynin ayağının altındakı torpaqdan öp. Və izə rəzəqəqəllahu şəhədə və nəzərtə ilə mükəssərəti dilə Fatimə. Deyir, elə ki, İmam Hüseyin əleyhissalam səni özünə qoşmaq istəsə, ona qoşulmağa razı ol. Və Allah Teala onun yanında sənə şəhadət nəsib eləsə, deyir, onda şəhid olsan, sən o qabırğası qırılmış Fatimə ilə görüşəcəksən. Deyir, şəhid olsan ondan görüşərsən. Çünki İmam Hüseyin əleyhissalamın səhabələrindən olacaqsan. Onun yolunda canını verənlərdən olacaqsan. Təbii ki, anası ilə, xanım Zəhra ilə görüşəcəksən. Onda onun anasını belə deyərsən, yəni xanım Zəhraya belə deyərsən. Fəqul ləhə ən təqbələni xadimihi indəhə fil cənnə. Denən ona deyərsən ki, mənim üçün də şəfayət istəyərsən. Deyərsən ki, xanımın da səndən ona cənnətdə xidmətçi olmaq istəyir, kənizə olmağını istəyir. Züheyrin də xanımı belə istədi. Həzrəti İmam Hüseyin əleyhissalamla görüşündən. Digər bir səhabəsi Həbib ibn Məzahir. Həzrət İmam Hüseyin əleyhissalam ona da məktub yazdı. Onu da köməyə çağırdı Həbib ibn Məzahir. 75-80 yaşı var. Amma məktub yazıb Küfədən 12.000, bəzi rəvayətlərə görə 18.000 İmam Hüseyin əleyhissalama beyət eləmiş, Müslim ibn Əqilə beyət eləmiş müsəlmanlardan ən etibarlılarına, ən sədaqətlilərdən bir neçəsinə məktub yazdı. Hansılar ki, onlar da Peyğəmbər sahabəsi olmuşdular.
Peyğəmbəri görmüşdülər və Həzrəti Əmirəl-Mömininin səhabəsi olmuşdular. Onlara etimadı tam idi. Onlardan da biri Həbib ibn Məzahir idi. İmam Kərbəlada mühasirədəykən Həbibə məktub yazdı. Həbib məktubu gətirən qapını döydü. Həbib ibn Məzahir çıxdı qapıya, özü qəbul elədi o məktubu və aldı, öpdü, qoydu gözünə, çəkdi sinəsinə, təbərrük elədi. Sonra gəldi, oturdu xanımının yanında, evdə ikisidir, özü və xanımı. Mübarəkə, salihə, zəkiyyə xanımdır, yoldaşı da. Bir söz demədi, dedi kim idi, dedi heç, bir yerdən məktub gəlib. Demədi, istəmədi xanımına bəyan eləsin, amma xanımı hiss eləmişdi, ehsas eləmişdi. Dedi ki, ya Həbib, لا عليك لئن صدق ظني ليأتينك كتاب كريم من رجل كريم. Dedi ki, ya Həbib, yoldaşı xanımı deyir. Yaşlı xanımıdır, özü də yaşlıdır. Deyir, ya Həbib, əgər mənim zənnim məni doğrulayırsa, yəni mən belə güman eləyirəm ki, sənə kərim bir kişidən kərim, bərəkətli bir məktub gəlib. Sən hər adamın məktubun öpüb gözünün üstünə qoymazsan. Sən Peyğəmbər sahabəsisən, yəni hamıda Həbibi bir mütədəyyin, təqvalı Peyğəmbər sahabəsi, Əmirəl-Möminin sahabəsi kimi bilir. Dedi ki, sən elə bir adamla məktub alıbsan ki, kərim bir adamdır. Onun məktubunu ancaq öpüb gözünün üstünə qoyarsan. Sonra davam elədi. Dedi ki, əvvəl Həbib istəmədi boynunu alsın. İstəmədi xanımına desin ki, Həzrəti Peyğəmbərimizin balası məni köməyə çağırır. Özünü elə göstərdi ki, mən getmək istəmirəm. Kufənin digər beyət eləmişləri kimi mən də getmək istəmirəm Kərbəlaya, imama kömək eləməyə. Bu zaman xanımı biraz da qəzəbnak oldu, yəni əsəbi oldu ki, ya Həbib, Əyəsurrukə ən yəsləbə izara Zeynəb və ada'u izari alə rəsi. Dedi, ya Həbib, niyə getmirsən Peyğəmbər balasının köməyinə? Sənə xoş gələr ki, Əlinin qızının başından izarı, yəni örpəyi açsınlar, amma mən başıma örpək atım, bu sənə xoş gələr. Sənin qeyrətin necə dözər? Yəni mənası budur. Necə dözərsən ya Həbib? Xanımı biraz da təşviq elədi Həbib ibn Məzahiri. Və əm yusləb qırtasa səkinə və ənə ətəzəyyanu bi qırtin. Deyir, səni xoşuma gələr ki, səkinənin sırğalarını qulağından çəkib qoparsınlar. Yəni, elə ki, şəhid eləsələr qövmün böyüklərini, artıq orada onların uşaqlarını, nə bilim, çadırlarını neynəcəklər? Qəsb eləyəcəklər. Yəni mallarını qəsb eləyəcəklər və üzərlərində də nə bəzəkli əşya var, alacaqlar. Deyir, sənə xoş gələr ki, səkinənin qulağından sırğaları çəksinlər. Amma mən o qızıl sırğalarla bəzənim gəzim, sənə xoş gələr, ya Həbib. Deyir, Həbib ibn Məzahir istəmirdi xanıma bəyan eləsin, gördü ki, xanımı özündən də şücadır, şücaətlidir, qeyrətlidir. Həbibi qoymadı Züheyrin xanımı kimi, otursun evdə və yaxud xeymələrdə, göndərdi Həzrəti İmam Hüseyn əleyhissalamın yanına. İmam Hüseyn əleyhissalam bu köməkləri istəməkdə məqsəd nə idi? İmam Hüseyn əleyhissalam insanların köməyinə mi ehtiyacı var idi? Onları özünün şəxsi və yaxud ailəsinin qorumaq üçün mü çağırırdı? Xeyr. Həzrəti İmam Hüseyn əleyhissalam onlara özünün və əhlə əyalının Peyğəmbər balalarına kömək eləməyə çağırmaqda məqsədi qiyamət gününə qədər Peyğəmbər və əhl-i beytinin yanında olanları dəvət eləməkdir. Onun dəvəti o günkü günə aid deyil. Onun dəvəti bugünə də aiddir. Hansı gün keçsə,
hansı əsr gəlsə, hansı zaman gəlsə, bütün zamanlara xasdır. İmamın dəvəti, çağırışı bütün zamanlara xasdır. Heç kəs Peyğəmbər balasının dəvətindən özünü, yaxasını kənara çəkə bilməz. Əgər Həzrət Peyğəmbərimizin balası bir imam, ilahi hüccət köməyə dəvət edirsə, çağırış edirsə, onun çağırışına icabət eləmək Peyğəmbər ümmətinin borcudur. Hər kəsin borcudur. Ona görə yenə Küfəlilərdən biri Küfədən kənara çıxmışdı. Öz qəbiləsini də götürüb kənara çıxmışdı. O da özünü bu mübarizənin içərisində görmək istəmirdi. Yezidlə Peyğəmbər balaları arasında olan mübarizə. Ona görə hətta Küfədən, şəhərdən kənara çıxmışdı. Kənarda, səhrada çadırlarını qurmuşdu ki, bu mübarizələr qutarsın, ondan sonra gedərəm, qaydaram evimizə. Deyir Ubeydullah ibn Cavfi, deyir Hz. İmam Hüseyin əleyhissalam özü getdi onun çadırına. Dedi ki, ya Ubeydullah, səni dəvət edirəm, mənə kömək eləməyə. Deyir Ubeydullah, əvvəl dedi ki, ya ibn Rasulullah, mən özümü bu müşkülün, bu problemin içərisində görmək istəmirəm. Sizinlə Peyğəmbər balasıyla, yəni Allahın düşmənləri arasında olan bu müşkülün içərisində görmək istəmirəm. Yəni qorxuram özümdən, ailəmdən, sonra evimi qarət edəcəklər, malımı, mülkümü əlimdən alacaqlar və yaxud uşaqlarımı, ailəmi əsir alacaqlar. Özündən sonra baş verəcək şeylərdən qorxur. Canından, malından qorxur. Ona görə çəkilib kənara, bir kənara, bir tərəf dayanır. Dedi ki, Həzrət İmam Hüseyin əleyhissalam ona bunu bəyan elədi. Dedi ki, ya Hurr ibn Ubeydullah el-Cavfi, dedi, əgər səni Peyğəmbər balası özlərinə köməyə çağırırsa, onların çətin, sıxıntılı anında köməyə çağırırsa, sən o köməyi, o sədanı eşitdinsə, qulağın onların səsini, fəryadını eşitdisə, qiyamət günündə məsulsan. Qiyamət günündə ona cavab verəcəksən. Əgər icabət eləməsən, o çağırışa cavab verməsən, qiyamət günündə cavab verəcəksən. Dedi ki, ya ibn Rasulullah, mən gələ bilmirəm, amma sənə atımı verərəm, amma sənə çox yaxşı qılıncım var, onu verərəm, qalxanımı verərəm və s. Müəyyən hədiyyələr vədə verir. Həzrət İmam Hüseyin əleyhissalam dedi, xeyr, mənim sənin atıva ehtiyacım yoxdur. Mən bir yerdən qaçmıram ki, qaçaraq at alam səndən. Qılıncım da cəddim Peyğəmbərdən mənə miras qalan qılıncdır. Bundan da yaxşı qılınc tapa bilmərəm. Tapa bilməzsən, heç kəs tapa bilməz. Mənə at lazım deyil, sənin nə atın lazım deyil. Nə hansısa qılıncın, hansısa mənə kömək eləyəcək əşyam. Mənə sənin canın lazımdır. O can ki, sənin canını xilas eləyəm. Dünya və axirət səadətin sənə bəxş eləyəm. Dedi ki, onda mənə ki qoşulmursan, onda çalış o qədər uzaqlaş ki, Kərbəladan, xeymələrdən o qədər uzaqlaş ki, Peyğəmbər balalarının fəryadını, xanım Rüqəyyanın, Səkinənin fəryadını qulaqların eşitməsin. Eşitsən, məsulsan, qiyamət günündə hesabı var. O qədər uzaqlaş. Həzrət İmam Hüseyin əleyhissalamın çağırışları, köməyə çağırışı əslində məqsəd bu idi ki, o kəslər ki, Peyğəmbər və Ali Peyğəmbərin köməyinə yetişər, onlar dünya və axirət səadətə yetişərlər, fəlaha çatarlar, uğura yetişərlər, Allah Taala'nın cənnətinə əldə eləyərlər, müjdələnərlər olar. Amma o kəslər ki, Peyğəmbər və Ali Peyğəmbərin çağırışına cavab verməz, çağırışı eşidib qulaq ardına vursa, təbii ki, onlar məsuldur. Qiyamət günündə hesabı var. Bu məclislərin, yəni əza məclislərinin keçirilməsində də elə bir səbəbi də budur. Ya Əba Abdillah, həl nasirin mən yansurini, mənə biri kömək eləyə bilər, deyə çağırışına bizim hər birimizin cavabı ləbbeyk ya Əba Abdillah, ləbbeyk ya Hüseyin. Ləbbeykin də mənası budur. Çağırışa verilən cavabdır. Həzrət İmam Hüseyin əleyhissalamın çağırışına verilən cavabdır. Ləbbeyk ya Əba Abdillah. O çağırışa. Bizlər ki,
bədənlərimiz, cisimlərimiz Kərbala dövründə, o dövrdə olmayıb, amma bugün də Kərbəla var. Ona görə ruhlarımız Hz. İmam Hüseyin əleyhissalamın çağırışına cavab versin. Ruhlarımızı ona hazırlayaq. Peyğəmbər balalarının əza məclislərində o dəyəri qazanaq. Ruhlarımıza o dəyəri qazandıraq. Ruhlarımızın qədərini, qiymətini qaldıraq. Dünyaya çəkən, dünya bağlılıqlarına bağlı olan insanı ruhun da aşağı, əl-ədnə, yəni ən aşağı yer, dünya ən aşağı yer deməkdir. Ən aşağı yerə bizim ruhlarımızı bu dünya özünə bağlayıb çəkməsin. Bu məclislər vasitəsilə bəlkə o dünya bağlarından biraz xilas olaq, kəsək və ruhlarımızı qaldıraq. Hz. İmam Hüseyin əleyhissalamın çağırışlarına ləbbeyk deyərək, ən azı onun əza məclislərində iştirak edərək, İnşallah onun çağırışına neyniyək? İsticabə edək, yəni inşallah cavab verək. Allah Teala qiyamət günündə də bu məclislərdən hər birimizə onun əcrini və mükafatını versin inşallah. Allah Teala'dan istəyimiz, təvəqqimiz, niyazımız, duamız odur ki, ilahi, bədənlərimiz də sənə cavab verə bilməsə, ruhlarımız da biz sənə cavab veririk. Ya Əba Abdillah, sənin həlmin nasirin mən yansurini, bizə bir kömək edən olar, biz susuz, atşan, qərib, məzlum Peyğəmbər balalarına kömək eləyə bilən olar. Dövründə elə bildilər ki, Peyğəmbər balalarını kimsəsiz, qərib, susuz yerdə, başlarına olmazın əzablarla onları ən ağır, şiddətli şəkildə qətlə yetirəcəklər və sonra da elə bildilər ki, üstün örtə biləcəklər Peyğəmbər balalarının o qətliamının üstün örtə biləcəklər. Hətta onlara xəvaric adı qoyacaqlar, dindən çıxmış adı qoyacaqlar. Elə bildilər, belə olacaq. Amma onların hesablamaları Allahın düşmənlərinin, küfrün hesablamaları özün doğrultmadı. Allah Teala əbədi yaşarların adlarını da əbədiyyətə yazdı. Necə ki, Həzrəti İbrahim əleyhissalamın oğlu İsmaili qurban verməyə hazır olduğunu sübut eləməklə, minaya aparıb, bıçağı İsmailin boğazına çəkməklə, Allaha verdiyi sözü sədaqətlə yerinə yetirməyini sübut elədi. Allah onun sədaqətinə görə dedi ki, ya İbrahim, ayət-i kərimədə belə buyurur. Deyir ki, ya İbrahim, qad saddaqtər rü'yə. Dedi ki, ya İbrahim, rüyanda, yuxuda gördüyünü təsdiq elədin. Daha biz, artıq sən imtihandan keçdin, Allahın imtihanından keçdin. Sən təsdiq elədin. Ona görə 1000 illərdir, nə bilim 10.000 illərdir, İbrahim əleyhissalam eramızdan neçə min il əvvəl yaşayıb. 10.000 illərdir ki, Həzrəti İbrahim əleyhissalamın o hekayəti, o fədakarlığı bu gündə zikr olunur. Özdə böyük bayram olaraq zikr olunur. Dinin böyük. Niyə? Çünki Allaha verdiyi sözü hələ yuxuda görmüşdü ya. Peyğəmbər də olsa, heç məsələn ona Cəbrail əleyhissalam gəlib açıq bir vəhiy eləməmişdi. Sadəcə Allah Teala onun yuxusuna gətirmişdi. Yuxuda gördüyü bir şeyi Allah yolunda öz evladını qurban kesməyə hazır oldu. Ona görə onu qiyamət gününə qədər baqi eləyir. Onun hekayətini, hadisəsini. Hamı bu gün də zikr edir, qiyamətə qədər də zikr olunacaq. Hz. İmam Hüseyin əleyhissalam da bu cür baqi qalanlardır. Çünki o hadisənin üstünü örtmək istəyənlər onu hesablamadılar ki, Allah Teala bu hadisəni qoymaz, üstü örtülsün. Qiyamət gününə qədər zikr olunar. Bu gecəsi gecə dediyimiz kimi ağır gecədir, Şam-ı Qəribən gecəsidir. Deyir ki, Hz. xanım Fatimə-tü Suğra nəql eləyir. Yəni İmam Hüseyin əleyhissalamın kiçik qızı Fatimə-tü Suğra, kiçik Fatimə. Deyir ki, elə ki, atamızı, əmilərimizi, qardaşlarımızı şəhid elədilər Aşura günündə, bugünkü gündə başladılar xeymələri yağmalamağa, yəni qəsb eləməyə, yəni nə var? İstəyirlər ki, əskərlər qənimət götürsünlər. Gəldilər, deyir ki, yəsuqun nisa'u bi ka'bir rumh. Qadınları nizələrin arxası ilə qadınları vura-vura istəyirlər ki, bir yerə cəm eləsinlər, toplasınlar. Üzr istəyirəm, bir
heyvanat sürüsünü bir yerə cəm eləmək istəyənləri deyir ki, bu şəkildə haşa Peyğəmbər balalarından deyir ki, xanımları, qızları nizənin ucu ilə vura-vura onları istəyirlər ki, bir yerə cəm eləsinlər. Xeymələrin yanmasından və uşaqların pərən-pərən düşməsindən sonra bir adam Peyğəmbər qızlarını bir yerə toplamaq üçün nizənin ucu ilə qadın və uşaqların başına və çiyinlərinə vurur. Və xanım Rüqəyyanın da başına vurdu. Deyir ki, vurdu, xanım Rüqəyya özündən getdi orada. Sonra deyir, qalxdı ayağa, qaçdı bibisi Zeynəbə tərəf. Huşa gələndən sonra qaçdı bibisi Zeynəbə tərəf. Deyir, bibisi Zeynəbdən ilk istədiyi şey bu oldu. Demədi, məni düşmən vurur, məni bu əskərlər vurur, mənim atamın, qardaşlarımın qatilləri vurur. Birinci sözü bu oldu. Dedi ki, ya amməti, həl min xurqati əsturu bihə rəsi. Dedi, bibican, səndə biraz parça olmaz, başımı örtəm. 3-4 yaşında Rüqəyyanın düşüncəsinə bax, qeyrətinə bax. Demədi, məni düşmən incitdi, məni neyzə ilə başıma vurdu, çiynimə vurdu, mənə əziyyət elədi. Birinci bu oldu ki, başımı örtüm. Xanım Rüqəyyanın, yəni nəql olunan, bacısından nəql olunan hadisəsi budur. Deyir, xeymələrə od vurandan sonra Rüqəyyanın paltarı od tutdu, ətəyi od tutdu. Bilmir necə söndürsün. Başladı qaçmağa, həyəcandan bilmədi neynəsin, başladı qaçmağa. Həmid ibn Müslim deyir ki, onu müşahidə edirəm, görürəm. Dözmədi. Həmid deyir ki, mən dözmədim, yaxınlaşdım, o odu söndürəm. Deyir, qız Rüqəyya elə bildi ki, mən də onu gəlirəm vurmağa. Çünki gələn hamısı vurur Peyğəmbər balalarının qızlarına. Çünki deyir, görmüşdü xanım Rüqəyya, əmisi atasının əmisi oğlu Müslümün qızların necə o əskərlər vura-vura üstlərindəki zinət əşyaların, qulaqlarındakı sırğaları bütöv dartıb götürməklərini görmüşdü. Elə bildi ki, bu əskər də gəlib məni vuracaq. Onun qorxusundan. Deyir, başqa bir hadisəni də görmüşdü ki, o qızlardan biri qaçanda Hani İbn Səbut adında bir məlun əskər, Ömər Sədin əskərlərindən biri, arxadan çaparaq gəlib, həmin o qız uşağına qılıncla vurub onu 2 yerə bölmüşdü. Müslümin qızlarından biri. Bu, həmin o məlunlardan idi ki, bugünkü gündə İmam Hüseyn əleyhissalamın mübarək cəsədinin üstündən öz atını imamın sinəsinin üstündən çapanlardan biridir. Bu həmin məlun. Allah lənət eləsin. Deyir, Həmid qızların bu qorxusunu bilirdi. Gördü ki, Rüqəyyə də qorxur ki, mən onun ətəyinin odunu söndürməyə yaxınlaşıram. Amma o nə bilsin, görü baxı, bir neçə saat, dəqiqə əvvəl əmisi qızlarının başını hansı haləti açıblar. Deyir, mən yaxınlaşanda Həmid bu rəvayəti, xüsusən Kərbəlada olan hadisəni rəvayət edən ravilərdən biridir. Dedi, ya şeyx, lə tazribini. Dedi, ey şeyx, məni vurma. Lə əqdiru ədfə'a anni. Özümü müdafiə edə bilmirəm, uşağam. Ya şeyx, həl qara'təl Qur'an. İstəyir ki, indi bu gələn əskərin qəlbin biraz yumuşatsın. Qur'andan bir zikir gətirsin onun yadına. Dedi, əlbəttə bilirəm, Quran oxumuşam, bilirəm. Dedi, həl mərartə alə qavluhu tealə fəəmməl yetimə fələ təqhar və əmməs səilə fələ tənhar. Deyir, bu ayət-i kərimiyyə rast gəlibsən Qurandakı. Bir yetimə rast gəldiniz, onu alçatmayın, vurmayın. Bir sailə rast gəldiniz, onu acılıqdan xilas eləmək üçün bir tikə ona çörək verin, yemək verin. Deyir, bu ayə rast gəlibsən. Deyir, Həmid deyir ki, dedim, bəli qızım, rast gəlmişəm. Qara'tuhə, bəl mən yetimətü ənti. Soruşdum, sən kimin yetiməsisən? Dedi ki, qalət ənə yetimətun və sailətun. Dedi, mən həm yetiməyəm, həm sailəyəm.
Dedi, necə yetiməsən? Dedi, ənə yetimətil Hüseyn. Mən Hüseynin yetiməsiyəm. Və ənə atşanətun. Və mən bir qurtum suyun ətşanıyam, sailiyəm, istəyəniyəm deyə Həzrət Rüqəyyə salamullah aleyha həmin Həmidə öz fikrini Qur'anla belə izah eləmək istədi. Deyir, ancaq mən yaxınlaşdım, onun ətəyinin tutuşan odunu söndürdüm. Sonra ona su uzatdım. Dedi ki, bizə su verirlər. İndi Həzrət Rüqəyyə təəccüb edir. Bizə yəni su verməyə icazə veriblər. Dedi, bəli qızım, veriblər. Sizə artıq su verməyə icazə veriblər. Al iç. Dedi, axı Əliyəsxər susuz getdi. Dedi, axı körpə qardaşım susuz getdi. Dedi, qardaşlarım susuz şəhid oldu. Dedi, atam Hüseyn susuz şəhid oldu, doğram oldu, başı bədənindən ayrıldı. Deyir, aldı suyu, amma içə bilmədi. Boğazı düyümləndi. Qardaşı yadına düşdü, qardaşları yadına düşdü, əmiləri yadına düşdü, atası yadına düşdü. Deyir ki, su içə bilmədi. Sonra dedi, gedim özüm Əlqəmdən su götürə bilərəm. Durdu, getdi, üzün tutdu Əlqəmə tərəf. Rəvayətdə zikr edirlər, deyir, axşam çağı, axşam vaxtıdır. Xanım Zeynəb körpələri yığmaq istəyir bir yerə, toplamaq istəyir. Hərəsi bir tərəfdə qaçıb, canın götürüb, qaçıb gizlənib. Hərəsi bir tərəfdə, çünki əskərlər gəlir, döyür, vurur, ya nizə ilə, ya qamçı ilə vurur. Xanım Rüqəyyə deyir, çıxıb, yanan çadırlardan, onsuz da çıxıb sərgərdandır, o səhrada, bilmir kimi köməyə çağırsın. Çıxdı, deyir, atasının yadına saldı. Sakit, qorxaq səslə bir-iki dəfə dedi, ya əbəti, ya əbəti. Atacan, atasını çağırır. Bilir, ha, şəhid olub. Amma neynəsin, kimi çağırsın? Hamısı şəhid olub. Böyüklərdən, əmilərindən, qardaşlarından Əli Əkbər şəhid olub, Qasım şəhid olub. Əbəlfəzl Abbas şəhid olub. Hamısı şəhid olub. Ya əbəti deyir, çağırır. Deyir, çölün bir tərəfindən, həmin səhranın bir tərəfindən bir səs gəldi, bir səda gəlib. Deyir ki, ya buneyyə, gəl, təalə iləyyə, gəl mənə tərəf. Xanım Rüqəyyə gedib Həzrət İmam Hüseyn əleyhissalamın başsız bədənini tapıb. Səs ondan gəlirmiş. Sonradan BBC axtaranda, xanım Zeynəb, Ümmü Gülsüm axtaranda çox axtarıblar. Tapa bilməyəndə gəlib qətligahda İmam Hüseyn əleyhissalamın başsız bədəninin yanında Rüqəyyəni tapanda soruşdular, qızım necə gəldin sən bura? Xeymələrdən bu tərəfə necə gəldin? Dedi, atamın başsız bədənindən gələn sədaya gəldim. Gəldim onu bu səhrada qanlı istiqumlar içərisində olan bədənini tapdım. Ələ la'nətullahi alə qavmiz zalimin.